have got. Have də var deməkdir, have got da var deməkdir. Bildiyimiz kimi şəxs əvəzləri I, mən, you, sən, he, o, kişi cinsi, she, o, qadın cinsi, it, o, orta cins, we, biz, you, siz, they, onlar. Burada da hər bir şəxs sonluğuna görə hallandıracağıq. Məsəl üçün, I have a book, mənim kitabım var. You have a book, sənin kitabın var. He has a book, he də has olur. She has a book, it has a book. Çünki təklərlə nə olacaq? Has olacaq. Növbəti, we have books, bizim kitablarımız var. You have books, sizin kitablarınız var. They have books, onların kitabları var. Yadda saxlayaq. Has həmişə təklərlə işlənir. Has. Çünki he'dir, she'dir, itdir, təkli o baxımdan has işlənir. Növbəti inkara baxaq. Bildirdiyimiz təsdiq edir. Növbəti inkarda. İnkarda da inkarımız do notdan və does notdan istifadə edəcəyik. Məsəl üçün, hansı ki dedim, mənim kitabım var, dedim, I have a book. Mənim kitabım yoxdur, I don't have a book. Sənin kitabın yoxdur, you don't have a book. Onun kitabı yoxdur, he doesn't have a book. Qadın cinsində, she doesn't have a book. Cansızda onun gözü yoxdur, it doesn't have an eye. Bizim kitablarımız yoxdur, we don't have books. Sizin kitablarınız yoxdur, you don't have books. Onların kitabları yoxdur, they don't have books. Yenə bildirdiyim kimi, hansı ki təkdə has işlənirdi, he-də, she-də, inkarında isə does not verəcəyik. Do not, does not. Ümumiyyətcə, do not, does not versək belə, sonradan has belə təkdə have keçir. Diqqətlə baxın, inkarda yəni hamısı qayıdır niyə? Have formasına. I don't have, you don't have. Növbəti isə burada sual formasında do, da çıxır sualın önünə. Məsəl üçün, burada bildirmişdim, I have a book, mənim kitabım var. I don't have a book, mənim kitabım yoxdur. Növbəti, do I have a book, sənin kitabın var, sual forması yaradır. Do you have a book, sənin kitabın var. Does he have a book, onun kitabı var. Does she have a book, onun kitabı var. Does it have an eye, onun gözü var. Do we have books, bizim kitabımız var. Do you have books, sizin kitabınız var. Do they have books, onların kitabı var. Yəni bildiyimiz kimi inkarda nə oldu? Do not, does not. Sualda necə oldu? Do, does, çıxır önə. Hansı ki, do, does çıxdı. Okay. İndi bunların keçdik keçmişinə. Hansı ki, have got, var, vardır mənasına gedir. İndi həmin have got'un keçmişi bir dənə had var idi mənası. Yenə burada şəxslərdə I had a book, mənim kitabım var idi. You had a book, sənin kitabın var idi. He had a book, onun kitabı var idi. Kişi cinsi, she had a book, onun kitabı var idi. Qadın cinsi, it had an eye, onun gözü vardı. Orta cins, we had books, bizim kitabımız var idi. You had books, sizin kitabınız var idi. They had books, onların kitabı var idi. Okay. Çünki nəyə görə burada books verirəm? Çünki artıq we, use deyən də cəmliyi bildirir. İnkar bildirəndə. İndiki zamanın inkarı, baxın burada do not, does not olduğu halda keçmiş zamanın inkarı did notdur. Did notla inkar edirik. Məsəl üçün, I did not have a book, mənim kitabım yox idi. You did not have a book, sənin kitabın yox idi. He did not have a book, onun kitabı yox idi. We didn't have books, bizim kitabımız yox idi. You didn't have books, sizin kitabınız yox idi. They didn't have books, onların kitabları yox idi. Sualda belə, did çıxacaq önə. Didlər çıxır önə. Did I have book, mənim kitabım var idi. Did you have book, sənin kitabın var idi. Did he have a book, onun kitabı var idi. Kişi cinsi. Did she have a book, onun kitabı var idi. Qadın cinsi. Did it have an eye, onun gözü var idi. Orta cins. Did we have books, bizim kitabımız var idi. Did you have books, sizin kitabınız var idi. Did they have books, onların kitabı var idi. Sual formasını formalaşdırıb. Növbəti bölümü. Burada sizlərə tam aydın şəkildə göstərəcəyim. Nümunələr gətirmişəm. Cümlə qurmuşam ki, Əsnadın kitabı var. Deyirəm, Əsnad has a book. Çünki nəyə görə has verdim? Çünki Əsnad təklədir. Biz demişdik ki, has təklərlə işlənir. Have isə cəm isimlərlə. Nələrlə? Cəm isimlərlə.
Əsnad has a book, Əsnadın kitabı var. Desəm Əsnad və Aydanın kitabı var, have. Çünki Əsnad və Aydan cəmdir. Burada Əsnad tək idi. Əsnadın kitabı yoxdur, does not. Əsnad tək olduğuna görə does not. Əsnad does not have a book. Desəm Əsnad və Aydanın kitabı yoxdur, bildirəm Əsnad and Aydan do not have books. Çünki Əsnad Aydan 2 nəfərdir, do not. Yenə sualda. Does Əsnad have a book? Əsnadın kitabı var. Əsnad təkdə olduğuna görə does sualını verdim. Desəm Əsnad və Aydanın kitabı var. 2 nəfər olduğu üçün do sualından istifadə edəcəyim. Çünki artıq cəmi bildirir. Növbəti. Desəm sənin dostunun maşını var. Your friend has car. Çünki your friend təkdədir. Desəm sənin dostlarının maşını var. Çünki dostların cəmdədir. Have işlədəcəyik. Desəm sənin dostunun maşını yoxdur. Dostun yenə sənin dostun təkdədir. Does not have verəcəm. Dost təkdə. Desəm sənin dostlarının maşını yoxdur. Your friend cəm olduğu üçün do notdan istifadə edəcəm. Do not have. Desəm sənin dostunun maşını var sualda. Does-ı çıxardacağım önə. Çünki yenə dediyim kimi ismim mənim təkdə olduğu üçün. Desəm sənin dostlarının maşını var. Dostlar cəmdə olduğu üçün bunu çıxardacağım önə. Ümid edirəm ki, başa düşdünüz. Hər birinizə uğurlar arzu edirəm. Suallarınızı bildirə bilərsiniz.